Şamsın Məzlum Hüseyin Şamsın Məzlum Hüseyin Şamsın Alem sana Alem sana İmam Hüseyin'e xatib bundan da uca deyə bilərsən Məzlum Hüseyin Ətkin Məzlum Hüseyin Məzlum Hüseyin Alem sana Alem sana Meleklərə xəbər çatıyın Gəlin Hüseyin qana batıyın Qoşun sınıb ələm yatıb O haləli işgər ağladı Qoşun münezzem oldular O qətli cahed oldular Daş attılar, yoruldular Gül oldu fər ağladı Gül oldu fər ağladı Ölürdü Zeynəb az Ölürdü Zeynəb az Qədəm qədəm gedib dala Rüqəyyə hardasan balaya Atma kafir ağladı ay bala Məzlum Hüseyin Məzlum Hüseyin Şamsın Alem sana Kurban Alem sana Əlimin birin qalxız inşallah Məzlum Hüseyin Məzlum Hüseyin Alem sana Alem sana Ömrümün süretiyle şişti müfessel gecesi Heyf ola olmadı itaatle mücellel gecesi Bu gece istəyirəm Əba Abdillahı bir nəfərə and verəm Əmanət idi o Həsənin yadigarı idi Adı Qasım idi Səni and verirəm Qasım canına ya Mola Bizi tək qoymayasan Qəbrin əvvəl gecəsi O qədər qorxuludur o gecə
Ben bunu bir yerde okumamışım ama Hacı Hüseyin Akund kimi büyük alimlerden eşitmişim. Eğer səhvim olsa düzelder. Eşitmişim büyük alimlerden dinler. Moğla Emir el-Müminin ağa bir gün eve daxil oldu. Gördü Zehra ele ağlayır. Hanım niye ağlıyorsun? Hanım Zehra iki dünyanın hanımı gör nedir? Bunu senedir, menedir əslində. Zəhracan niye ağlıysan dediyəm oğlu, qəbrdən elə qorxuram. Hiç fikirləşirik, görən neyniyəcəm o yerdə. İlahi, and verirəm səni. And verirəm səni İmam-ı Həsənin yadigarına. 13 yaşında o nocavanın ehtiramına. Deyirlər cəngə gedəndə, döyüş meydanına gedəndə əyninə bir zireh də tapılmadı, uşaq idi. Ah, necə şücaət görsətdi, keçirəm sözlər. O qədər qovm edəni vurdu yara peykərinə. Hacı Hüseyin Üstad işarə elədi, Hüseyni və balaların öldürməyin ən böyük səbəbi Əliyə olan qəzəb idi, qəlblərində olan kin idi. Qasimi görcəyin dedilər vurur, bu da Əlinin balasıdır. O qədər qovm edəni vurdu yara peykərinə. Oxşadı cismi əbaya bükülən əkbərinə. Lay lay bala lay lay. Çatmamış vəsli həqə gəl dedi imdada əmi. Elə səslənirəm özümü yetirmələ. Deyirlər Qasimin gözəl saçı olub, teli olub, qarə kakili olub. O məlun tutub Qasimin telindən xəncəri qoyub boğazına. İstəyir başım bədənindən ayıra. Elə səsləndi gəl dedi imdada əmi. Sayıb lütf elə sal başıma dünyada əmi. Tuş olub bəndi dilim xəncəri cəlladı əmi. Gəl, gəl, gəlibdir bu çölə həzrət-i Zəhradə əmi. Yana yana denə ya Hüseyin. Bu sızıltını əsirgəmə, mən bunun müştaqiyəm. Ya Hüseyin, ta gəlir, gəldi meydana, qardaş balasını ağdarır. İmam Həsənin yadigarını ağdarır. Çün İmam Həsən ağa dünyadan gözəndə Qasimi İmam Hüseynə əmanət vermişdi. Axtarır balanı, birdən gördü bir səs gəlir, ağla sonunu ağla. Dedi əmi, yubanma, atların ayağının altında qalmışım. Yaralı bala. İndi istəyir yerdən götürə balanı. İstədi həml eləyə dilbərini şahı zəmən. Burada üzlü
istəyirəm səndən ağa gəbnələ sən imam zamanına məni bağışla cəddin istədim o nocavan balanın cənazəsini götürə yerdən necə əhvalə qalır leşkər ana əldə ölən götürdü amma taqəti yox balanı yerdən götürə bir cür elədi amma gördü ayaqları yerdən sürünür bu qəm hər şəngidil halı pərişan yetişir Xeymiyə Sultanə qərəz fidye-i şah qulaq asa geydirib əhli xiyəm madərinə rəxti siyah dedilər Hüseyin icazə ver oğul ağazı gəl bir məktəl sözü oxuyacam sənə gətirdi cənazəni qoydu şəhidlərin xeyməsinə hara Əli Əkbərin cənazəsinin yanına məktəl sözü da eynən aşurada olanda əyləşdi iki cavanın cənazəsinin ortasında ürəyimin qəminə qurban bir əlin qoydu Əli Əkbərin ürəyinin boşuna bir əlin qoydu Qasım ürəyinin ay Hüseynin divanələri Qasım'ım öldü balam öldü ay aman ay aman ama her yere gidersen anadan güzel balan yoxşayan ah özüme borc bilirəm boynumun vəzifəsidir mən istəyirəm hər gecədə inşallah şəhidlərdən ad aparım bilmirəm oğlu ölən ananı görübsən öz-özünə necə danışın xüsusən axşam olanda oğul anası görməlidir akşam olanda görərsən xəlvətə çəkilər elə yana yana diye lay lay bala lay 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 bala lay lay şəhid valideyni şəhid anası bu cür olur bir eşq bayatısı var istəyirəm bunu oxuyam sənə ana çox yandırıcı yoxşama deyər səni yadımə sallayam haçan səni yadımə sallam ay mənim səsimi eşidən ana bacılar əgər oğlu ölən olsa məni bağışlasın səni yadımə sallayam ağaclar gül açanda dilim adım səslər uşaqlar dil açanda yana yana denən ya Hüseyin bir de ya Hüseyin ya Hüseyin seni yadıma sallam seni yadıma sallam ağaclar gül açanda dilim adım səslər